2 və 3 dəliklərindən biri qapadılsa. Hal-hazırda ağ işıq ikinci və üçüncü dəliklərin hər ikisindən keçir və mərkəzdə 0-cı tərtib maksimum alınır. 0-cı tərtib maksimum ağ rəngdə olur. Sonra birinci tərtib minimum alınır. Burada da eyni qayda ilə. Sonra yenə birinci tərtib maksimum, birinci tərtib maksimum. İkinci dəlik bağlansa, ikinci dəlikdən şüa gəlməyəcək. Şüalar ancaq üçüncü dəlikdən gələcəyinə görə onların hesabına interferensiya məzərəsi alınacaq. İndi artıq ekranın mərkəzi nöqtəsi burada yerləşəcək və 0-cı tərtib maksimum aşağı sürüşür. Ona görə də bütün maksimum və minimumlar aşağı sürüşəcək. Bir də burada maksimumlarda parlaqlıq azalacaq. Çünki əvvəl 2 mənbədən gəlirdi, indi isə sadəcə 1 mənbədən gəlir.